Allah sizin ömrünüzə bərəkət versin o şeyx. Sual verirlər ki, farz namazından sonra əl açıb dua etmək olarmı? Xeyr, farz namazından sonra dua edildiyinə dair bir dəlil yoxdur. O şeyx, farz namazları istisna olmaqla digər namazlardan sonra əl açıb dua etmək icazəlidirmi? Bəli, farz namazları istisna olmaqla digər bütün hallarda əl açıb dua etmək sünnətdir. Əl açıb dua etmənin hökmü nədir o şeyx? Çünki avtomobil idarə etdiyim zaman da dua edirəm, amma əllərimi qaldıra bilmirəm. Eybi yoxdur. Duada əl qaldırmaq farz deyil, sünnətdir. Həqiqət budur ki, dua zamanı əl qaldırmaq sünnətdir, yəni bəyənilən bir əməldir. İmam Əhməd və Əbu Davuddan gələn hədisdə deyilir ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurmuşdur. Allahdan istədiyiniz zaman bunu əlinizin iç tərəfi ilə istəyin. Həqiqətən Allah səxavətlidir və özünə tərəf qalxan əlləri boş qaytarmaqdan həya edər. İmam Müslimin hədisində isə Allah Rəsulü bizə üstü, saçı, başı toz içində olan bir insanın əllərini göyə qaldırıb Allaha yalvarmasından bəhs edir. Hansında ki Allah Rəsulü buyurur, necə onun duası qəbul olunsun axı, əgər onun geyindiyi haramdırsa, yediyi haramdırsa. Yəni Allah Rəsulü onun əl qaldırmasında bir problem görmədi. Yəni qardaşlar, Allah Rəsulü nəyə vurğu etdi? Bizim diqqətimizi nəyə çəkdi? Halala, harama. Bəs biz nəyin davasını edirik bugün? Əl qaldırıb qaldırmamağın. Subhanallah. Farz qalıb kənarda, biz aramızda ayrılıq salan, fitnə salan məsələlərin arxasıca düşürük. Yəni duanın əfsəli əl qaldırmaqdır. Bəyənilən əməldir. İnsanın Rəbbinə əl açıb, ona əl uzadıb dua etməsi qulluq nişanəsidir zaten. Lakin Allah Rəsulunun əl qaldırmadan dua etdiyini də qeydə alıblar alimlər. Məsələn, namazda təşəhhüddən sonra dua edilər, amma əl qaldırılmaz. Çünki əllər dizlərin üstündədir. Və yaxud da səcdəyə gedib səcdədə də dua edə bilərsən. Amma əl qaldırmazsan səcdədə. Çünki əllər döşəmədədir. Və bunun kimi də bir sıra yerlər var ki, dua edilir, amma əl qaldırılmaz. Məsələn, ayaq yoluna girərkən edilən dua var, amma əl qaldırılmaz. Çıxanda edilən dua var, əl qaldırılmaz. Alimlərin fikir ayrılığına düşdüyü bir məqam var, o da cümə günü imam xütbədə dua edərkən insanların əl qaldırıb qaldırılmaması. Alimlərin bəziləri çox məşhur bir hədisə söykənərək, bunun sadəcə yağış duasına aid olduğu fikrini dəstəklədilər. Hansında ki deyilir, Allah Rəsulü sallallahu aleyhi və səlləm cümə günü xütbə verərkən bir nəfər gəlib dedi ki, ey Allahın Rəsulü, bizim heyvanlarımız susuzluqdan tələf olur. Allaha yalvar ki, bizə yağış göndərsin. Allah Rəsulü da sallallahu aleyhi və səlləm əllərini havaya qaldıraraq dua etdi. Ona görə də bəzi alimlər bunun sadəcə yağış duasına aid olduğu fikrindədirlər. Lakin eyni hədisin davamında deyilir ki, yağış bir həftə yağdı və növbəti cümədə eyni adam və ya başqa bir adam gəldi və Allah Rəsuluna yağışın dayanması üçün dua etməsini istədi. Çünki yağış və sel səbəbi ilə yenə heyvanları tələf olurdu. O zaman Allah Rəsulü sallallahu aleyhi və səlləm yenə əllərini havaya qaldıraraq dua etdi. Ey Rəbbimiz, ətrafımıza yağdır, üstümüzə deyil. Burada da bir qism alimlər yağışın yağmasına deyil, dayanmasına aid olduğu fikrini dəstəklədilər. Lakin bu hədisdə səhabələrin Allah Rəsulü ilə birgə əl qaldırıb qaldırmamasına aid bir işarə yoxdur. Fikir ayrılığının səbəbi də məsələ budur. Yəni imam xütbədə dua edərkən insanlar əllərini qaldırmalıdır ya yox. Yəni alimlər arasında ən çox dəstəklənən fikir odur ki, imam xütbədə dua edərkən əl qaldırılmaz. Amma qaldırılsa belə bunda bir problem yoxdur. Bir də soruşurlar ki, qəbrin başında ölü üçün dua etsək əlimizi qaldırmaq icazəlidirmi? Yenə təkrar edirəm. Dua zamanı əl qaldırmaq sünnətdir, yəni bəyənilən bir əməldir. Ona görə də aranızda ayrılıq salmayın qardaşlar. Bir-birinizi Allah üçün sevin. Məsciddə əl qaldırıb dua edənlər əl qaldırmayanlara və yaxud da əl qaldırmayanlar əl qaldıranlara tərs-tərs baxmayın. Rəbbim bizi İslam üzrə sabit etsin. Dinimizi doğru anlayıb düzgün yaşamağı nəsib etsin. Allahumma amin.